Salam, hər vaxtınız xeyir olsun kanalımızın dəyərli izləyiciləri. Mən Seymur Rəfiyev, hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün sertifikasiya hazırlaşan ibtidai sinif müəllimləri üçün dəstək məqsədi ilə növbəti qarışıq suallardan ibarət sınağımızı təqdim edirəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda MİQ və sertifikasiya hazırlaşan ibtidai sinif müəllimləri bizim noyabr qruplarımızdan yararlana bilərlər. Proqrama daxildir mövzu izahı, sual-cavab, hər mövzuya uyğun testlər, aylıq sınaqlar. Ümumi proqram müddəti ərzində 150-dən çox sınaq işlədirik ki, bu da sizə imtahanda hər hansı sual qarşınıza çıxarsa, ona cavab verməyə köməklik göstərir. Dərslərimiz Zoom proqramı üzərindən canlı olaraq tədris olunur. Əlavə məlumat üçün 051 644 31 54 nömrəsinə yazaraq daha ətraflı məlumat əldə edə bilərsiniz. Keçək suallarımıza. İlk sual belədir ki, deyir ki, Ramil 5 marker və 3 qələm alaraq 17 manat ödəyir. Sevinc isə 3 marker, 5 qələm alaraq 19 manat ödəyir. Bir qələm, bir markerdən neçə manat bahadır? Gəlin baxaq, görək ardıcıllıq necədir. Deməli, 5 marker, 3 qələm, yazıram 5 marker plus 3 qələm bərabərdir 17 manat. Sonra 3 marker 5 qələm bərabərdir 19 manat. Sonra oldu sistem tənlik. Biz bu hissəni, yuxarı hissəni 5-ə vurarıq, buranı 3-ə vurarıq ki, bərabərliyi yox eləyə bilək. Olacaq 25 marker üzərinə 15 qələm bərabərdir 85 manat. Aşağı hissəni isə 3-ə vuracam. Olacaq 9 marker üzərinə 15 qələm bərabərdir 57-yə. Tərəf-tərəf çıxsaq, 15-dən də 9 çıxsa, qalacaq 16 marker bərabərdir neçəyə? 28-ə. Marker özü bərabərdir. 28-i biz 16-ya bölsək, 1 manat 75 qəpik olacaq. Artıq markerin qiymətini bilirik. Və aparıb istədiyimiz yerdə yaza bilərik. Buranı təmizləyək. Deməli, 5 marker vuracaq 1 manat 75 qəpiyə. Üzərinə 3 qələm gəlsək 17 manat edir. O zaman 3 qələm bərabərdir 17 manatdan çıxacam 8 manat 75 qəpiyi. 8 manat 75 qəpiyi. 3 qələm özü bərabərdir neçəyə? 8 manat 25 qəpiyə. Qələm də özü bərabər olacaq 2 manat 75 qəpiyə. Marker 1 manat 75 qəpik, qələm 2 manat 75 qəpik. Aradakı fərq olacaq 1 manat. Yəni 2.75-dən çıxacam 1.75-i. Doğru cavab olacaq 1 manat. Cavab B variantı. Keçək növbəti sualımıza. 2 nömrəli sual. 5 metr üzərinə 5-də 2 kilometr bərabərdir 420 desimetr. Üzərinə x. X neçə santimetrdir? Bu tiplərdə biz necə yazmalıyıq? 5 metrimiz məlum. Üzərinə 5-də 2 kilometr, 1000 metrimizin 5-də 2-sini tapacam. Olacaq 400 metr. Bərabərdir 420 desimetrdən də bir dənə sıfırı siləcəm. Olacaq 42 metr. Üzərinə x.
Və bu ifadə olacaq 405 bərabərdir 42 plus x. 405-dən 42-ni çıxsaq, qalacaq x bərabərdir 363 metr. Biz bunu santimetrə çeviririksə, 100-ə vurmalıyıq. 363-ün də sonuna 2 sıfır atacağıq. Doğru cavab olacaq 36.300 santimetr. E variantı. Növbəti sual 3 nömrəlidir. 7 ədədin ədədi ortası 28-dir. Ədədi ortanın 22 olması üçün silinməsi lazım olan ədədi tapın. 7-ni vurarıq 28-ə. Bu bizə verəcək 196. Silinməsi lazım olan ədəddirsə bir ədədi siləcəyik, qalacaq 6 ədəd. 6-nı da vuracam 22-yə. Bu da verir 132 və 196-dan 132-ni çıxacaq 64. Doğru cavab B variantı. Növbəti sual. 4 litr çıx 350. Deməli, burada 350 millilitrdir. Deməli, bu hissədə 350 millilitr yazılmalıdır. Vurulsun 2, çıxılsın x bərabərdir 2890 deməli millilitr. Biz 4 litrimiz eləyir 4000 millilitr. 4000. 4000-dən 350-ni çıxacam, vuracam 2-yə. Və 4000-dən 350-ni çıxsa, qalacaq 3650 millilitr. Bunu da 2-yə vursam, 7300 millilitr. Oldu 7300 çıxılsın x bərabərdir 2890. Elə biz x-i bərabər eləyərik. 7300-dən 2890-ı çıxarıq və nəticəni alarıq. Nə qədər olacaq? 4410 millilitr. Bu da yəni 4 litr və 4100 millilitr. 4100 millilitr. Bu qaydada olacaq. Növbəti sual. 5-ci sualdır. Sinifdə 28 şagird var. Onlardan 16-sı qızdır. Təsadüfi seçilən şagirdin oğlan olması ehtimalını tapın. Deməli, ümumi şagird sayı 28-dir. 16-sı qızdır. 12-si oğlan olar. Və təsadüfi seçilən şagirdin oğlan olma ehtimalını istəyirsə, ümumi sayı 28-dir. 28-dən 12-si bizə lazımdır. Bunu da hər tərəfin 4-ə bölsək, bura olacaq 3, bura olacaq 7. 7-də 4. Doğru cavab C variantda qeyd olunub. Növbəti sual. 6 nömrəli. Deyir, eni 18, uzunluğu 22 desimetr olan düzbucaqlının perimetri oturacağı 24 desimetr olan bərabər yanlı üçbucağın perimetrinə bərabərdir. Üçbucağın yan tərəfi istəyir bizdən. Birincisi düzbucaqlının perimetrini tapaq. Düzbucağın perimetrini tapmaq üçün enlə uzunluğu toplayacağıq. Yəni 22 üzərinə 18 vurulsun 2 bərabərdir 80. Sonra bərabər yanlı üçbucağın oturacağını bizə 24 verib. Ümumi perimetr 80-dir. Ümumi perimetr 80-dirsə, 80-dən nəyi çıxacam? 24-dür. 80 çıx 24 bərabərdir. Qalacaq burada 56. 56 üçbucağın yan tərəfləridirsə, 56-nı da bölərik 2-yə. Olacaq neçə? 28. Yəni üçbucağın yan tərəfləri oldu 28. Doğru cavab
E variantında qeyd olunub. Növbəti sual 7 nömrəli sualdır. 7 nömrəli sual bizdən nə tələb edir? Deyir ki, 6 kiçikdir 4x minus 12 kiçikdir 22 bərabərsizliyin natural həllərinin cəmini tapın. Hər tərəfdən 12 gələcəm üstünə, olacaq 18 kiçikdir 4x-dən. O da kiçikdir 34-dən. Hər tərəfi 4-ə bölsəm, 18-i 4-ə bölsək, olacaq 4,5 kiçikdir x-dən. O da kiçikdir 34 də 4-ə bölsək 8,5. Natural həllər cəmini istəyir. Deməli, 5, 6, 7, 8 özü də gələcək bura. Bunların da cəmi bizə nə verir? 26. Doğru cavab D variantında. 8 nömrəli sual. Qayıq çayın axını ilə 2 saat 54 km yol gedir. Çayın axma sürəti 6 km bölü saatdır. Qayıq çayın axınına qarşı 4 saatda neçə kilometr yol gedər? İlk olaraq 54'ü bölürük 2'ye. Çünkü 1 saata gedilən yol bizə lazımdır. Oldu 27. Qayıq plus çay bərabərdir 27. Çayın axma sürəti 6'dır. 27'dən 6'sını çıxsaq 21 olur qayıq. İndi axına qarşı istədiyinə görə 21'dən çıxacaqsan 6'nı. Neçə saatdir? 4 saat. Vuracaq 4'ə. 15'i də 4'ə vursaq 60. Doğru cavab D variantında qeyd olunub. Növbəti sual. Çevrənin diametri ilə radiusunun fərqi 6 cm-dir. Bu çevrənin xaricinə çəkilmiş kvadratın sahəsini tapın. Demək, ilk olaraq bir kvadrat çəkək. Bunun daxilinə çevrə çəkək. Çevrənin diametri ilə radiusunun fərqi. Diametr nəyə bərabərdir? 2 yerə. 2 yerdən eri çıxsa qalır 6. Onda radius 6-dırsa diametr neçə olacaq? 2-yə vursaq 12. Kvadratın da tərəfi oldu 12. Perimetri bizdən sahəni istədiyinə görə A kvadratı bərabərdir. 12-ni vurarıq 12-yə bizə verəcək 144. Doğru cavab C variantı. Növbəti sual. 10 nömrəli sualdır. Deyir, 30% 90 olan ədədin 5də 1 hissəsinin rəqəmləri cəmi neçədir? Bu tiplərdə bu illər sertifikasiyanın, təkrar sertifikasiya imtahanlarına gedən müəllimlərdə, yəni 3 ili tamam olub gedən müəllimlər üçün bu tiplər daha çox təşkil etdi. 30% 90-dırsa 100% nə qədərdir? X. X də bərabərdir. 100-ü vurarsan 90-a, bölərsən 30-a. Və buradan ədədimiz olacaq neçə? X də bərabərdir 300. Aha. X-i tapdıq 300. Bizdən nə istəyir? 5də 1 hissəsinin rəqəmləri cəmi. 300'ün də biz 5də 1-ini tapırıq. Bərabərdir 60-a. Bunda rəqəmləri cəmi 6 eləyəcək. Doğru cavab A variantında qeyd olunur. Keçək növbəti suala. 11. Qalıqlı bölmə əməlində bölünənin ala biləcək ən böyük ədədi tapın. Deməli, C böl 8 bərabərdir 23 qalıqlı bölmə əməlidir. Biz bunu tapmaqdan ötürü C-ni 8-i vurmalıyıq 23-ə. 8 vurur 23. Üzərinə ədədi 8-ə bölürüksə ən böyük qalığımız 7 olacaq. Üzərinə də 7 gələcək. Və doğru cavab olacaq 191. D variantında qeyd olunub. Növbəti sual.
675 kilometrlik yolu 75 kilometr bölü saat sürətlə 5 saata gedən sürücünün nə qədər yolu qalar? Deməli, 5 saata nə qədər gedib? 75 ilə gedib. 5-i vurarıq 75-ə, 375 edir. Və 675-dən də çıxarıq 375-i. Bundan sonra gedəcək yolun uzunluğu 300 kilometr olacaq. Keçirik növbəti suala. 13. Bir sinifdə 30 şagird var. Onlardan 10-u rəsm, 8-i musiqi dərnəyinə, qalanları isə idman dərnəyinə gedir. İdman dərnəyinə gedən şagirdlər neçə faiz təşkil edir? Aha. Deməli, 30 şagirdimiz var. Bundan 10-u, 8-i çıxarıq. Yerdə qalır 12. Aha, 100%, 30 şagirdimiz varsa 12 şagirdimiz qalır. X faizdə 12. X də bərabərdir. 12-ni vurarıq 100-ə, bölərik 30-a. Olacaq 40%. Yerdə qalan şagirdlər sinifin 40%-ni təşkil edir. Növbəti sual 14 nömrəli sualdır. A bərabərdir 3. A bərabərdir 3, B bərabərdir 1,6, C bərabərdir 0,8, D də bərabərdir 2 olarsa, A vur B plus D böl C ifadəsini tapın. Deməli, A-nın qiyməti 3-dür. 3-ü vuracaq 1,6-ya, üzərinə 2 gələcək və böləcək neçəyə? 0,8-ə. 1-i 1,6-ya vursaq, olacaq 3-ü 1,6-ya vursaq 4,8. Bir də üzərinə 2 gəlirik, bərabər olur 6,8-ə. Biz 6,8-i böləcəyik 0,8-ə. Bu da bizə verəcək 8,5. Doğru cavab C variantında qeyd olunub. 15. Kvadratı 2 üçbucağa bölünüb. Alınan bir üçbucağın iti bucaqları cəmi kvadratın daxili bucaqları cəminin 24-də 5 hissəsinə neçə dərəcə çoxdur? Aha. Biz bunu necə yazarıq? Kvadratdır. Bunu 2 hissəyə bölürük. Əgər bu düz bucaqlıdırsa, buradakı iti bucaqların cəmi olur 90 dərəcə. Deyir, alınan iti bucaqların cəmi kvadratın daxili bucaqlarının cəminin 24-də 5 hissəsinə neçə dərəcə çoxdur? Biz 360 dərəcəli bucaq bilirik kvadratı. Bunun 24-də 5 hissəsini tapırıq. Bu bizə verir 75 dərəcə. 90 dərəcə iti bucaqların cəmidirsə, 75-i çıxırıq, qalır 15 dərəcə. Doğru cavab B variantında qeyd olunub. Növbəti sual. 16 nömrəli sualdır. Deyir ki, qabda x qədər şirniyyat var. Qabdan y qədər götürüldükdə qalan şirniyyatların sayı başlanğıcdakı şirniyyatların sayının 1/3 hissəsinə bərabərdir. Deməli, x qədər şirniyyat var, y qədər götürülür. Başlanğıcda x qədərdir. Bunun əgər ki 1/3 qədərdirsə, o zaman bölürük 3-ə. Yəni, tənliyimiz olur bu qaydada. Doğru cavab A variantında qeyd olunub. Növbəti sual. 17. Tənliyin kökünün 5 qatı üçün deyilənlərdən hansı doğrudur? 5 qatı üçün. Baxaq. Birinci tənliyimizi yazaq. Vurub açsaq olacaq neçə? 12x çıx 8 çıx 3x üzərinə 3 bərabərdir 5x plus 7. Sadələşdirsək olacaq 9x minus 5 bərabərdir
5x plus 7. 5x-dən 9x-dən 5x çıxsa 4x bərabərdir 12-yə, x də bərabərdir 3-ə. Əgər x-i tapdıq 3-ə, 5 qatındır. 5-i 3-ə vursaq 15. Aha. Deyilənlərdən hansı doğrudur? Birinci yazıb tək ədəddir. Bu doğrudur elə. İkinci, onun 2 mislidir. Yanlışdır. Onluq və təkliyə eynidir. Yanlışdır. Rəqəmləri hasılı 12 edər. Yanlışdır. 4 misli 90-a bərabərdir. 15-in 4 misli 60-a bərabərdir. Digər variantlar yanlışdır. Doğru cavab A variantında qeyd olunur. Növbəti bir sual. 18. İki məntəqədən eyni zamanda qarşı-qarşıya sürəti 95 km/saat olan avtomobil və sürəti 70 km/saat olan motosikletçi yola düşdü. 4 saat 20 dəqiqədən sonra onlar arasında məsafə 38 km qalmışsa, iki məntəqə arasında məsafəni tapın. Qarşı-qarşıya getdiyinə görə sürətlər toplanır. Deməli, 95 ilə 70-i toplayacağım. Bu bizə verir 165. Yəni 60 dəqiqəyə 165 gedirsə, bizə nə lazımdır? 4 saat 20 dəqiqə gedilən yol. Bu da 260 dəqiqədir. X. X bərabərdir. 260-ı vurarıq 165-ə, bölərik 60-a. X də bərabər olacaq 715. Doğru cavab 715-dir. Elə iki məntəqə arasındakı məsafəni tapmalı. Bizə onlar arasında məsafə 38 km qalmışsa, iki məntəqə arasındakı məsafəni tapın. 715 km gedib və üzərinə də 38 km gələcəyik. Bu da bizə verəcək 753. Növbəti sual 19 nömrəli sualdır. Atanın 63 yaşı, 3 uşağının isə 12, 16, 19 yaşları var. Neçə ildən sonra atanın yaşı uşaqların yaşları cəminə bərabər olar? Deməli, atanın yaşı 63-dür. Övladlarının biri 12, biri 16, biri 19 yaşdadır. Əgər ata neçə ildən sonra deyirsə, ata x qədər artırsa, bunlar da x qədər artacaq. X qədər artacaq. Toplasaq, olacaq 63 plus x bərabərdir. Bunlar olacaq 47 plus 3x. Və 3x-dən x-i çıxsam 2x bərabərdir 16-ya, x də bərabərdir 8 ilə. 8 ildən sonra bu şərt tamam olmuş olacaq. Növbəti sual. Bir taxta parçasını 7 hissəyə bölmək üçün 12 dəqiqə vaxt sərf olunur. Həmin taxtanı 12 hissəyə bölmək üçün neçə dəqiqə zaman lazım olacaq? 7 hissədirsə, birin çıxacağım 6 kəsim olacaq. Hər zaman kəsimlərə zamanımız gedir. Deməli, 6 kəsim 12 dəqiqədirsə, 12-ni böləcəm 6-ya. 2 dəqiqə. 2 dəqiqəyə 1 kəsim olur. 2 dəqiqəyə 1 kəsim olur. Bizə 12 hissə deyirsə, 11 kəsim olacaq. 11-i vuracam 2 dəqiqəyə. 22 dəqiqə zaman lazımdır. Doğru cavabımız olacaq E variantı. Suallarımız əsasən sertifikasiya imtahanlarına hazırlaşan müəllimlərə dəstək məqsədi ilə hazırlanıb. Sağ olun, salamat qalın.